Çinlə əməkdaşlıq sahələri genişləndirilir, bu ölkəyə vizada ləğv olunur. Belə ki, Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir sıra razılaşmalar əldə olunub, dövlət rəsmiləri ilə görüşdə ticarət, sənaye və bir çox sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb. Azərbaycan-Çin münasibətlərində yeni era başlayır, yeni razılaşmalar əldə olundu. Bugün Prezident İlham Əliyevin Çinin sədri Si Jinping ilə geniş tərkibdə görüşü baş tutub. Söhbət zamanı ötən il Astanada keçirilən görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyannamə xatırlanıb. Dövlət başçıları tərəfindən yeni imzalanan birgə bəyanatda isə hər tərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edilib. Ötən ilin iyul ayında Astanada Azərbaycan prezidenti və Çin sədrinin imzaladıkları strateji tərəfdaşlıq haqqında birgə bəyannamədən sonra iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıldı. Ticarət dövriyyəsi artdı, münasibətlər daha da dərinləşdi. Bugünkü hər tərəfli strateji tərəfdaşlıq haqqında bəyannamədən sonra isə iki ölkə arasındakı münasibətlərdə daha yeni bir dövr başlayır. Çünki Çin və Azərbaycan artıq hər tərəfli strateji tərəfdaşdılar. Görüşdə ticarət dövriyyəmizin son dövrlərdə 20%-dən çox artması müsbət qiymətləndirilib. Çin Xalq Respublikasının sədri bir kəmər, bir yol layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladıb. Son dövrlərdə orta dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edilib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb. Artıq Çinə viza rejimi də ləğv olunur. Bununla bağlı saziş Pekində Prezident İlham Əliyevin və Çin sədri Si Jinpingin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində öz əksini tapıb. Bundan başqa həmin mərasimdə digər bir razılaşma da əldə olunub. Belə ki, Azərbaycanın Naxçıvan və Sincan Uyğur Muxtar rayonunun Urumçi şəhəri qardaşlaşacaqlar. Bu isə onu deməyə əsas verir ki, yeni anlaşma və razılaşmalar iki ölkə arasında münasibətləri daha da genişləndirəcək. Ölkə başçısının Çinə səfəri zamanı iki ölkə arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair razılıq da əldə edilib. Bu anlaşma memorandumu ilə yanaşı ədliyyə sahəsində, sənaye sahəsində və rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında memorandum imzalanıb. Həmçinin ölkələrarası beynəlxalq multimodal daşımalarla bağlı razılaşma əldə olunub. Digər bir anlaşmaya görə Azərbaycan Çinlə kosmosda da əməkdaşlıq edəcək. Prezident Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qiang ilə də görüşüb. Əlaqələrin inkişafından danışan dövlət rəsmiləri qeyd ediblər ki, Azərbaycan və Çin bütün sahələrdə fəal, qarşılıqlı fəaliyyət göstərən iki dost ölkədir. Siyasi sahə ilə yanaşı iqtisadi ticari əlaqələrimiz inkişaf edib, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 20% artaraq 3,7 milyard dollar təşkil edib və bu ilin 3 ay ərzində əmtəə dövriyyəsi 40%-ə yaxın çoxalıb. Çinin baş naziri orta dəhlizin əhəmiyyətinə toxunub və marşrut üzrə daşımaların artmasını dilə gətirib. Yaxın zamanlarda Azərbaycan-Çin birgə universitet də yarada bilər. Bu məsələ isə Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri Chao Lici ilə görüşdə müzakirə edilib. Mərasimdə gənclər, mədəniyyət və idman sahələrində əlaqələrin inkişafı, Azərbaycan-Çin birgə universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Çin şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulanıb. Son dövrlərdə Çin şirkətlərinin orta dəhliz üzrə daşımalarının 80%-dən çox, ticarət dövriyyəsinin isə 20% artımı bir daha qeyd edilib. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Minaya Zamanova, Xəzər xəbər.